ABC üçbucağının adi tənböləni BY parçası ilə qarşılıqlı perpendikulyardır. AB 6, BD 4 və CD 5 olarsa, YC parçasının uzunluğunu tapın. Burada ABY üçbucağına ilk öncə baxsaq, AK həm tənböləndir, həm də hündürlükdür. Deməli, burada bərabər yanlı üçbucaq var ki, bu bərabər yanlı üçbucağında, yəni BK, KY bərabərdir. Bu həm median, həm tənbölən, həm hündürlük olduğu üçün AB 6-dırsa, AY də 6-dır. Yəni bərabər yanlı üçbucaq alınır. Bu tərəflər bir-birinə bərabərdir. Digər tərəfdən ABC üçbucağında tənbölənin xassiyəsini tətbiq etsək, yazmalıyıq ki, AB bölünsün BD bərabərdir AC bölünsün CD. AB 6-dır, BD 4. 6-nın 4-ə nisbəti bərabərdir. AC 6 üstəgəl x-dir, CD isə 5. Çarpaz olaraq vuraq və yaxud da burada birinci ixtisar edərik 2-nin 3-ə. Deməli, 3-ü 5-ə vursaq 15 bərabərdir. 2-ni də vuraq 6 plus x-ə. 2 vur 6 üstəgəl x. Deməli, 15 bərabərdir 12 üstəgəlinsin 2x. 15-dən 12 çıxsa 3 qalar. 2x də bərabərdir 3-dürsə, x də bərabərdir 1,5. 1,5 alarıq. X bərabərdir 1,5 alınır. Və bizdən də YC parçası tələb olunurdu. YC elə 1,5-ə bərabərdir.